Həftəlik bürclər Oğlaq, Boğa, Qız bürclərinin 16 iyundan 23 iyuna doğru nələr gözləyir? Birinci oğlaqlardan başlayaq. Oğlaqlar bu həftə bir balaca özünüz sağlamlığınız və yaxud da ailəvizdə kimsə sağlamlıqla əlaqədar bəzi nüanslarda problem ola bilər ki, sağlamlıq cəhətdən, belə deyim də, həkim cəhətdən bir balaca narahatçılıqlarınız yarana bilər. Bunların üstünə vaxtına düşmək lazımdır. Bu həftə səbirsizliyiniz çox olacaq. Elə bir ki, biraz hər şey tez narahat olacaqsınız, səbirsizlik göstərəcəksiniz, özünüzü aktivləşdirməyə çalışacaqsınız, amma aktivləşdirəcək zonanız çox güclü deyil. Və bu həftə belə deyim, hər şeydən küskünləşə bilərsiniz. Hər deyilən sözdən incimə, hər deyilən sözdən küskün bir vəziyyətə düşməyiniz ola bilər ki, zaman çərçivəsinə doğru insanlar tərəfindən o qədər də çox bəyənilməyən, insanların sizə qarşı boş yanaşdığı nüansları aktivləşdirə bilərsiniz. Ümumi dəyərləndirsək, əslində qalsa belə deyim də, ədalət sizin yanınızda olacaq. Düşüncə, fikirlərin, insanların sizə doğru cazibəsi sizin özünüzü maqnit kimi onlara doğru çəkməyiniz ola bilər. Yükləriniz bu həftə çox ola bilər. Lazımdan çox maddisal yükə gələ bilərsiniz. Lazımdan çox belə deyim də, özünüzü boşluq enerjisində qoya bilərsiniz ki, hər şeyi zaman çərçivəsinə doğru aktivləşdirməyiniz bu yüklər nəticəsində zəifləyə bilər. Zamanınızı düzgün idarə edə bilməyəcəksiniz. Şəxsi ailə həyatla bağlı belə deyim də, əslində qalsa üzünüzü çevirməyinizə baxmayaraq düşüncələrinizin çox qarışıqlığı şəxsi həyatda doğru ailəyə və sevdiyiniz insana qarşı qəti qərarı verməyəcəyinizi göstərir. Sağlamlıqla əlaqədar bayaq dedim, qəribə bir dəri ola bilər və yaxud da daxili orqanlarda ola bilər, nəfəs-ciyər sistemində ola bilər, bəzi narahatçılıqlarınız ola bilər. Bunların qabağını almalısınız. Ümumi oğlaqlar belə deyim də, həftəni çox dəngəli aparacağınıza inanmıram. Çox güclü şəkildə həftənizi aparacağınıza inanmıram. Ümumi həftənizi dəyərləndirsək 68-69-a qədər həftəniz uğurludur. Buğalara gələndə isə buğalar dövlətlə, rəsmiyyətlə əlaqədar pul, maddiyyatla, yatırım, alqı, satqı, yenilənmə çox gözəl bir həftədir. Yəni istədiyiniz alqı, satqını, pul, maddiyyatla əlaqədar istədiyiniz güclənməni edə bilərsiniz. Burada başqa bir nüans var ki, bu həftə yanınızda sadiq olan insanları seçəcəksiniz. Kim sizə sadiqdir, kim sizə dürüsttür, hər şey necə formada aparırlar, mənə doğru necə yanaşırlar. Elə bir buğalar bu həftə kimin yalan olduğunu və yaxud da yalanları üzə çıxardacaqsınız. Kimin necə sizə yanaşdığını hamısını həftə boyu aktivləşdirməyi bacaracaqsınız. Ən çox da buğa kişiləri qala hörəcəksiniz. Yəni yarımçıq qoyduğunuz ev tikintisi ola bilər, işlə əlaqədar yarımçıqlığınız ola bilər, özünüzü qabağa çəkmə ola bilər, iş pul maddiyyatla bağlı. Bunları bu həftə bitirməyə çalışacaqsınız. Elə bir puzzle'ları üst-üstə qoyub özünüzü gücləndirməyə bacaracaqsınız. Həftə negativ həftə deyil, həftə uğurlu bir həftədə əslində qalsa. Çünki zaman yavaş-yavaş sizin sürətinizi artırmağa çalışacaq. Nə sizi önünüzə keçməyəcək, nə də sizi zəiflətməyəcək. Ümumi gözəl həftədir. Çünki sadəcə bir dənə bu var. Bu həftə biraz nəfsimizin düşkünü ola bilər. Yalan, xəyanət, yarımçıqlıq, belə problemlərimiz ola bilər. Bunların qabağını ala bilsək, həftə 79-82%-ə qədər buğalar sizə uğurludur. Qızlara gələndə isə qızlar məncə bu həftənin uğurlarından biri də sizsiniz. Çünki bu həftə çox gözəl çarpacaqsınız, öndə olacaqsınız. Hər kəs sizi danışacaq, sizi qibtə eləyəcək, sizi zaman çərçivəsinə doğru şansınızı istəyəcək və bu həftə harasa gedə bilərsiniz. Yer dəyişmə, istirahət, özünüzü gücləndirmə ilə bağlı və bu həftə belə deyim də danışdığınız səs dalğası belə insanları qıcıqlandıra bilər, paxıllıq edə bilərlər. Bu həftə o qədər öndə olacaqsınız ki, insanlar sizin yerinizə keçmək istəyəcəklər, insanlar sizə qibtə edəcəklər. Çox güclü olacaqsınız qızlar bu həftə. Normadan çox gücünüzü göstərəcək. Dözümünüz, gücünüz, istəyiniz, iradəniz çox güclü bir vəziyyətdədir. Ən çox da qız bürcünün kişiləri bu həftə elə bir şans yaranacaq pul, maddiyyatla bağlı. Çoxdan da gözlədiyiniz maddisal şansdır, çoxdan da gözlədiyiniz maddisal xəbərdir. Bu sizin istədiyiniz bir mövqeyə çatmağınıza səbəb ola bilər və sevgi ilə, şəxsiyyətlə əlaqədar çox doğru bir bu həftə qərar verəcəksiniz qız bürcləri. Sanki ruhunuzu dincəldəcəksiniz, özünüzü aktivləşdirməyə bacaracaqsınız. Uğurlu bir həftədir. Yəni 94%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Çünki o qədər öndə olacaqsınız. Bir dənə özünüzü bədnəzərdən qorumağa çalışın. Çünki insanlar sizi çox müqayisə eləyəcəklər. Sağlamlıq olaraq sadəcə xoşuma gəlməyən böyrək və dalaq sistemində, öd sistemində olan bəzi narahatçılıqlar ola bilər. Onların qabağını alsanız ümumən həftə uğurlu bir həftədir.